Bilgəhdəyik, gözəl bir həyətdəyik. 3 ton 200 litrlik su çəni, paslanmaz 10 il zəmanəti olan, heç vaxt xarab olmayan çənimizi sifariş elədi ev yiyəsi. Biz də gətirdik, materiallarımızı aldıq, çənimizi quraşdırdıq. Bu estakadayı quraşdırdıq. Bu dəmir çəni yerindən götürüb, maskamı taxıb, laqondan işə salıb, onu turbalarını ayırıb, bizim çənimiz də görürsünüz gözləyir. Kran da buradadır artıq. Kran vasitəsilə qaldırdı bu 4 tonluq dəmir çəni və düşürtdük aşağı. İndi isə öz çənimizi qaldırırıq və estakadada çənimizin ayağının altına bir balaca uyğun olmadığı üçün siftə estakadanı düzəltdik, əlavə atmalar atdıq. Sonra öz çənimizi Allahın izni ilə yerləşdirdik həmin o estakadanın üstünə. Çənimizi quraşdırdıq. 10 il zəmanətimizi verdik. Bu çənlərin içində heç vaxtı lil, pas, çürük olmur. Qonşuda işimizi bitirəndən sonra gedirdik artıq evə. Qonşuda bizim çəndən gördük. Bu lap köhnə çənlərimizdəndir. İlk partiyalarda görürsünüz, qapaqları başqa cürdür. Bilirsiniz ki, biz 18 ildə Azərbaycanda fəaliyyət göstəririk.